Artıq istənilən dildə öz səsiniz ilə mətn səsləndirmək çox asandır. Bunun üçün bizə süni intellekt kömək edəcək. Thanks to artificial intelligence, we no longer need to record every line ourselves. In just a few clicks, you can turn any text into speech in any language and any tone you like. This not only saves time, but also makes the process much more efficient and accessible for everyone. Gəlin bunu necə etdiyimizi söylədim. İlk olaraq videoda gördüyünüz səhifəyə daxil oluruq və Create Your Voice Clone hissəsini seçirik. Burada Try Now düyməsini sıxırıq. Qarşımıza iki seçim çıxır. Ya hazır səs faylı yükləyirik, ya da canlı olaraq bir mətn səsləndiririk. Sonra səsimizin adını yazırıq və dili seçirik. Daha sonra alt hissədə səsin mənə aid olduğunu seçirik və Convert düyməsini sıxırıq. Bir neçə saniyə sonra səsimiz hazır olur. Use düyməsini sıxaraq açılan pəncərəyə səsləndirmək istədiyimiz mətni yerləşdiririk. Sağ tərəfdəki ayarlar isə səsə xüsusi effektlər əlavə edə bilir. Səsinizi klonlayın, işlərinizi daha asan və daha sürətli görün. Çünki